Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 7-ci sinif riyaziyyat dərsliyindən səhifə 168-də yerləşən iki dəyişənli xətti təlinklər sistemi mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, 7-ci sinif riyaziyyat dərsliyinin bütün səhifələrinin izahı kanalımda mövcuddur. Rahat bir şəkildə kanalda axtarış edib tapıb izləyə bilərsiniz. Əgər hansısa mövzunun izahını tapmasanız, istənilən bir videonun şərhlər bölməsində yazıb müraciət edin. Mən ümumi playlistin hamısını sizə göndərərəm. Oradan rahatlıqla istədiyiniz videonu tapıb izləyə bilərsiniz. Həmçinin playlistin linkini bu videonun da şərhlər bölməsində sabitləyəcəm. Oradan da yenə rahatlıqla bütün dərslərə baxıb izləyə bilərsiniz. İndi isə uşaqlar çox uzatmadan keçirəm mövzunun izahına. Mövzumuz iki dəyişənli xətti təlinklər sistemidir. Gəlin görək iki dəyişənli xətti təlinlik dedikdə biz nə başa düşürük? Adından da məlum olduğu kimi burada iki dənə dəyişən iştirak edir. Bu iki dəyişən iştirak edən təlinliklərin iki və yaxud bir neçəsi bir araya yığıldıqda isə buna iki dəyişənli təlinliklər sistemi deyirik. Loru dildə bu şəkildə sizə izah edim. Əsasən dəyişənlər x, y dəyişənləri götürülür, amma fərqli təlinliklərdə, fərqli dəyişənlərdə görə bilərsiniz. Məsələn, AB və yaxud CD fərqli hərflər görə bilərsiniz. Əsas odur ki, təlinlikdə iki dənə müxtəlif hərf iştirak eləsin, həmin hərflər dəyişən adlanır. Ən çox iki dəyişənli xətti təlinliklər sistemi dedikdə biz bax buradakı şəkildə sistemi nəzərdə tuturuq. A1x üstəgələk B1y bərabərdir C1, A2x üstəgələk B2y bərabərdir C2. Bunların hər biri ayrı-ayrılıqda iki dəyişənli xətti təlinlikdir. İkisi bir araya gəldikdə isə bir yerə yığıldıqda biz buna iki dəyişənli xətti təlinliklər sistemi deyirik. Burada A1, A2 x-in əmsalları sayılır, ədədlərdir. B1, B2, Y dəyişəninin əmsalları sayılır. Yenə də bunlar da ədədlərdir. C1, C2 isə sərbəst həddir. Onlar heç bir dəyişəndən asılı deyil, sadəcə ədəd olur. Ona görə onlara sərbəst hədlər deyirik. X, Y isə dəyişənlərdir. Yenə də dediyim kimi ola bilər fərqli dəyişənli təlinliklər də görəsiniz. Sistemdə verilən təlinliklərin hər ikisini ödəyən, hər ikisini doğru bərabərliyə çevirən x və y-in qiymətlərinə sistemin kökü deyilir. Burada tutaq ki, birinci təlinliyi həll elədiniz, x, y-in qiymətlərini tapdınız, amma x, y-in həmin qiymətləri ikinci təlinliyi ödəmirsə, artıq bu sistemin həlli sayılmayacaq. Hər ikisini ödəməlidir ki, sistemin kökü, sistemin həlli sayılsın x, y cütü. Sistemdə gördüyünüz hər bir iki dəyişənli xətti təlinlik düzbucaqlı koordinat sistemində bir düz xəttlə göstərilir, bir düz xətti ifadə edir. Və biz bilirik ki, müstəvi koordinat sistemində, düzbucaqlı koordinat sistemində düz xəttlərin üç qarşılıqlı vəziyyəti ola bilər. Yəni, iki dənə müxtəlif düz xəttin üç qarşılıqlı vəziyyəti ola bilər. Bunlar hansıdır? Bu düz xətlər kəsişə bilərlər, bu düz xətlər paralel ola bilərlər və yaxud bu düz xətlər üst-üstə düşə bilərlər. Bəs bunları necə müəyyən edəcəyik? Diqqətlə baxırsınız. A1x üstəgələk B1y bərabərdir C1, A2x üstəgələk B2y bərabərdir C2 şəklində xətti təlinlik verildikdə, xətti təlinlikdə x-in əmsalları nisbəti ilə y-in əmsalları nisbəti bir-birindən fərqli qiymətlər alarsa, yəni nisbətlər fərqli olarsa, bu zaman düz xətlər bir nöqtədə kəsişir. Həmin o kəsişdiyi nöqtə təlinliyin köküdür. Buna görə bir nöqtədə kəsişirsə, deyirik təlinliyin yeganə bir dənə kökü var. Bir daha təkrar edirəm, bunları əzbərləyərsiniz. X-in əmsalları nisbəti ilə Y-in əmsalları nisbəti bir-birindən fərqli qiymətlər alarsa, düz xətlər bir nöqtədə kəsişir. Buna görə təlinliklər sisteminin bir yeganə kökü var. Əgər x-in əmsalları nisbəti y-in əmsalları nisbətinə bərabər olarsa,
Amma sərbəst hədlərin nisbəti bunlardan fərqli qiymət alarsa, yəni onlardan fərqli olarsa, bu zaman tənliklər sisteminin həlli yoxdur, kökü yoxdur. Niyə kökü yoxdur? Çünki düz xətlər paraleldir və heç vaxt gəlib bir nöqtədə kəsişməyəcəklər ki, həmin nöqtə sistemin həlli olsun. Sistemin həlli olması üçün gərək o düz xətlər hardasa bir yerdə kəsişsin, ortaq nöqtəsi olsun. Paralel düz xətlərində ortaq nöqtəsi olmadığına görə bu halda tənliklər sisteminin kökü yoxdur deyirik. Gəldik üçüncü şərtimizə. X-in əmsalları nisbəti, Y-in əmsalları nisbəti və sərbəst hədlərin nisbəti hamısı bir-birinə bərabər qiymət alarsa, bu zaman düz xətlər üst-üstə düşür. Düz xətlər üst-üstə düşdüyünə görə, bax burada görürsünüz. Düz xətlər üst-üstə düşdüyünə görə eyni bir düz xət kimi görsənir və üst-üstə düşəndə sonsuz sayda nöqtədə bir-birinə toxunur. Ortaq nöqtələri sonsuz saydadır. Buna görə də tənliklər sisteminin sonsuz sayda kökü var deyirik. Bax bu cədvəldə yazılan bu üç şərti mütləq şəkildə uşaqlar yaxşı öyrənirsiniz. Çünki həm imtahana düşə bilən bir mövzudur, həm də misallar həll edərkən sizə çox lazım olacaq. Gəlin indi nümunələrə baxaq. Misallar verilib. Verilmiş tənliklər sisteminin neçə kökü olduğunu müəyyən edin. X-in əmsalları nisbəti 5-də 3-dür. Y-in əmsalları nisbəti, bax burada əmsal görmürsünüzsə 1 yaza bilərsiniz. Mənfi 2-dir. Bir-birindən fərqlidirmi? Bəli, fərqlidir. Bu zaman deyirik ki, tənliklər sisteminin yeganə həlli var. Bax, burada da göstəriblər. X-in əmsalları nisbəti A1-in A2-yə nisbəti 5-də 3-dür. B1-in B2-yə nisbəti isə mənfi 2-dir. Qiymətlər bir-birindən fərqli olduğuna görə yeganə həlli var. İkincisi B bəndində X-in əmsalları nisbəti 4-də 2, 2-də 1-ə bərabərdir. Onu da 0,5-də yaza bilərik. Bax, burada qeyd ediblər. Y-in əmsalları nisbəti yenə 2-də 1-ə bərabərdir. X-in əmsalları nisbəti Y-in əmsalları nisbətinə bərabərdir. Amma sərbəst həddin nisbəti 5-də 1-dir, yəni 0,2. O, onlardan fərqlidir. Bu halda nə deyirdik? Bax, bu şərt ödənilərsə. Tənliklər sisteminin kökü yoxdur deyirdik. X-in əmsalları nisbəti Y-in əmsalları nisbətinə bərabərdir. Amma sərbəst hədd onlardan fərqlidirsə, tənliklər sisteminin kökü yoxdur və qrafik şəkildə bir-birinə paralel olur. Düz xətlər. Bunları da qeyd etdik. Üçüncü nümunəyə baxaq. X-in əmsalları nisbəti 2-də 4, o da 2-yə bərabərdir. Y-in əmsalları nisbəti 3-də 6, o da yenə 2-yə bərabərdir. Sərbəst hədlərin nisbəti 4,5-də 9, o da 2-yə bərabərdir. Yəni, nə görürük? X-in əmsalları nisbəti, Y-in əmsalları nisbəti və S-lər hamısı bir-birinə bərabər qiymət alır. Bu halda qrafikdə düz xətlər üst-üstə düşür. Sonsuz sayda kökü var. Çünki sonsuz sayda nöqtədə bir-birinə toxunur. Bax, gördüyünüz kimi misalları bu şəkildə araşdırıb həll edirik uşaqlar. Burada bir dənə qeyd var. Həmin qeydə də baxaq. Tənliklər sisteminin neçə kökü olmasını sistemə daxil olan hər bir tənliyi y bərabərdir kx plus b şəklində yazmaqla təyin etmək olar. Bu zaman k və b ədədləri araşdırılır. İndi uşaqlar, misalların izahında bu qabağımıza çıxacaq. Bax, bu hala aid sizə izah verəcəm misalların üzərində. İndi isə keçək çalışmaların izahına və çalışmaların izahında dediyim kimi daha geniş şəkildə izahlı göstərəcəm sizə. Birinci çalışmada verilmiş iki dəyişənli xətti tənlikləri sistem şəklində göstərin. Gəlin başlayaq həll etməyə. A bəndində sistem şəklində yazın. X çıxaq 4y bərabərdir 1. Bu birinci tənliyimizdir. Burada x-in əmsalı yoxdursa biz bura 1 yaza bilərik. Amma bizdən soruşulmadığına görə hələ ki olduğu kimi saxlayırıq. İkinci tənliyi yazırıq. 2x üstə gələk y bərabərdir 0-a. İndi gəlin uşaqlar, burada sistem şəklində yazdıq, həm də əmsallarını müəyyənləşdirək. Dediyim kimi, x-in əmsalı yoxdursa özümüzdən 1 yaza bilərik, y-in əmsalı yoxdursa özümüzdən yenə də 1 yaza bilərik. X-in əmsalı A1-dir,
A1 bərabərdir 1-ə. Digər x-in əmsalı A2-dir. A2 bərabərdir 2-yə. Bir daha təkrar edirəm. X-in əmsalları A1 və A2-dir. Keçək y-in əmsallarına. B1, B2. B1 bərabərdir -4, B2 isə bərabərdir -1. Keçək sərbəst həddə. Bax, burada bərabərdən sonra yazılan sadəcə ədədlər sərbəst hədlər adlanır. Onların dəyişəni yoxdur və dəyişəndən də asılı deyirlər. Bu S1-dir, bu isə S2-dir. S1 bərabərdir 1, S2 də bərabərdir 0. Düzdür, bunu bizdən soruşmurdu, əmsallarını yazın. Amma mən bir dənəsini sizə göstərmək istədim. Digərlərini özünüz yazarsınız. Keçirəm indi B bəndinə. Burada bax gördüyünüz kimi uşaqlar, dəyişənlər A və B-dir. Birincidə x, y idi, ikincidə AB-dir. Fərqi yoxdur, bütün hərfləri dəyişən kimi görə bilərsiniz. Əsas odur ki, tənlikdə 2 dənə müxtəlif hərf iştirak etsin. A üstəgələk 7B bərabərdir -1. Bunu yazdıq. İndi uşaqlar, ikinci tənliyi B çıxaq 3A bərabərdir 2 şəklində veriblər. Amma birinci yerdə A dayanıbsa, ikinci tənlikdə də birinci yerdə A-nı yazmalıyıq. Ona görə -3A-nı öncə yazıram. A-nın altında A, B-nin altında B qalsın. Sonra müsbət B-ni isə B-nin altında yazıram. Bərabərdir sərbəst həddə sərbəst həddin altında yazıram. Niyə uşaqlar bunu belə yazdım? Çünki yadınıza salıram ümumi şəkli. Dəyişənli xətti tənliklər sistemində A1x plus B1y bərabərdir C1, aşağısında isə A2x üstəgələk B2 y bərabərdir C2 verilmişdi. Yəni, burada nəyi görürük? X-in altında x-i, y-in altında y-i, sərbəst həddin altında sərbəst həddi yazmalıyıq ki, sistemin ümumi şəkli pozulmasın. Ona görə -3A-nı birinci yerdə, müsbət 1B-ni ikinci yerdə yazdıq ki, sistem doğru alınsın. Burada əmsallar, birinci əmsal A1 1-dir, A2 -3-dür, B1 7, B2 burada əmsal yoxdur deyə 1 yaza bilərik. Sərbəst hədd C1 -1, C2 isə 2-dir. İndi C bəndinə baxaq. Burada da dəyişənlər Z və T-dir. Z üstəgələk T bərabərdir 9, bu birinci tənlik. İkinci tənlikdə yenə də Z ilə T-nin yerini dəyişirik, amma işarəsini dəyişmirsiniz. Hər biri öz işarəsindən bərabər qalır. Birinci Z-i, sonra 2 T-ni yazıram. Bərabərdir -3. D bəndinə baxaq. M çıxaq N bərabərdir 10. Burada da dəyişənlər M və N hərfi ilə göstərilib. Yenə də uşaqlar, ikincidə isə N çıxaq 2M verilib. Biz M-in altından M-i, N-in altından N-i qeyd eləməliyik. Ona görə -2M-i birinci yazacağım. Müsbət 1 N-i isə ikinci yerdə qeyd edəcəm. N-i N-in altından bərabərdir 0. Bu şəkildə yazın ki, sisteminiz doğru alınsın. Birinci çalışmanı izah edib göstərdim sizə. İndi isə keçirəm ikinci çalışmanın izahına. Ümid edirəm ki, sistem şəklində necə doğru yazmaq lazımdır, artıq başa düşdünüz. Bir mütləq x-i x-in altından, y-i y-in altından, sərbəst həddi də sərbəst həddin altından qeyd edin uşaqlar. Eyni dəyişənlər alt-alta dayanmalıdır ki, sistem daha doğru görsənsin. Neyse uzatmadan keçək ikinci çalışmaya. Amma deyəsən ikinci çalışmaya keçməzdən öncə burada başqa bir şərt də var. Alınmış tənliklər sistemində uyğun əmsalları və sərbəst hədləri yazın. Yaxşı işinə qeyd edeyim. Geriyə dönürəm. Geriyə döndüm, qeyd eləyək. B-də sərbəst hədlər hansıdır? Bax, burada A-nın əmsalına 1, B-nin əmsalına 1 yazdım. A1 birinci əmsal 1-dir. A2 ikinci əmsal -3-dür B bəndində. B1 ikinci dəyişənin əmsalı 7. B2 yenə ikinci dəyişənin əmsalı 1. Sərbəst hədlər C1 bərabərdir -1, C2 də bərabərdir 2-dir. Görürsünüz. Bu B bəndi. A bəndin onsuz da yuxarıda yazmışam. C bəndində birinci
Əmsalları yoxdur deyə 1 yazıram. Harda əmsal yoxdursa 1 yaza bilərsiniz uşaqlar. A1 birinci əmsal 1, A2 onun altındakı dəyişənin əmsalı yenə 1. B1 1, burada T'nin əmsalı. B2 ikinci T'nin əmsalı isə 2-dir. Görürsünüz uşaqlar. Sonra sərbəst ədlər S1 bərabərdir 9, S2 bərabərdir -3-dür. D bəndinə baxaq. Yenə əmsal yoxdursa 1 yaza bilərik. Bircə dəqiqə onu düzəldim, daha yaxşı görsənsin. Əmsal yoxdursa özünüzdən 1 qeyd edə bilərsiniz. Aha. A1 bərabərdir 1-dir, birinci M-in əmsalı. A2 ikinci M-in əmsalı sayılacaq. A2 bərabərdir -2-yə. B1 bərabərdir birinci N-in əmsalı -1, ikinci N-in əmsalı müsbət 1. S1 10-dur, S2 0-dır. Bu da D bəndinin izahı idi. Əmsallarını da göstərdim, sistem şəklində də bayaq göstərmişdim. Bütün şərtləri yerinə yetirdiyimizə görə indi rahatlıqla ikinci çalışmaya keçə bilərik. İkinci çalışmada verilmiş xətti tənliklər sistemində əmsalları və sərbəst hədləri yazın. Eyni ilə bayaqki çalışma kimidir uşaqlar. Sadəcə əmsalları və sərbəst hədləri qeyd edirik. Aha. Burada artıq sistemi özləri verib uşaqlar. Görürsünüz. 2x üstəgələk 5y bərabərdir -1. Sistem şəklində yazıblar. -7x üstəgələk y, əmsal yoxdursa 1 yazırıq, bərabərdir 2. Sistem şəklində verilib. Sadəcə əmsallarını seçək. Gəlin seçək. Birinci dəyişənin əmsalı həmişə A1 ilə işarə olunur. Bax bu. A1 bərabər olur 2-yə. Onun altındakı dəyişənin əmsalı isə A2-dir. Mütləq eyni dəyişənlər olmalıdır. X, A2 -7. Sonra keçdik. B1 y-in əmsalı 5. Onun aşağısında yerləşən y-in əmsalını isə B2 ilə işarə edirik. 1-dir. Sonra S1 -1 sərbəst hədd. S2 isə 2-yə bərabərdir. Bax, bunlar sərbəst hədd adlanır uşaqlar. A1, A2, B1, B2 əmsallar, S1, S2 isə sərbəst hədlər adlanır. Sözlə də qeyd edə bilərsiniz. Bax, bu şəkildə əmsallar. Əmsallar 2, -7, 5, 1. Sərbəst hədd. Sərbəst hədlər isə -1, 2-dir. Bax, belə sözlə də yaza bilərsiniz, amma ehtiyac görmürəm mən o şəkildə yazmağınıza. Onsuz da işarələrindən göstəririk. B bəndinə baxaq. 0,5x üstəgələk 3,1 y bərabərdir 4. X üstəgələk 1,2 y bərabərdir 1. İndi uşaqlar, burada x-in əmsalı yoxdursa 1 yazırıq və adlandıraq. A1 0,5-dir x-in əmsalı. A2 1-dir. X-in əmsallarını yazdıq. Keçək y-in əmsallarına. B1 bərabərdir 3,1, B2 bərabərdir 1,2. Y-in əmsallarını da yazdıq. Bax, burada yazdığımız A1, A2, B1, B2 əmsallardır. Keçək sərbəst hədlərə. S1 bərabərdir 4, birinci tənliyin sərbəst həddi. İkinci tənliyin sərbəst həddi S2 bərabərdir 1-dir. Sərbəst hədd 4, 1. Əmsallar isə 0,5, 3,1, 1 və 1,2-dir. B bəndində yazdıq. İstəsəz sözlə aşağıda qeyd edə bilərsiniz, mən yazdığım kimi. C bəndində. Hə, buna diqqət eləyək. 3y bərabərdir 3x çıxaq 2. 6x bərabərdir y üstəgələk 5. Diqqət eləsəniz, bu iki dəyişənli xətti tənliklər sisteminin ümumi şəklini ödəmir. Necə idi ümumi şəkil? Bax, burada qırmızı ilə qeyd edirəm.
A1x üstəgələk B1y bərabərdir C1. A2x üstəgələk B2y bərabərdir C2 şəklində idi. Tənliklər sisteminin ümumi halı. Ona görə aşağıdakı sistemi bu şəkildə göstərməliyik uşaqlar. Bu formaya gətirməliyik. Gətirək. Onun üçün bax bu 3x-i keçirək bu tərəfə. Burada olmaz. Keçərkən işarəsi dəyişib olacaq -3x. 3y olduğu kimi qalır. Bərabərdir, sağ tərəfdə də -2 olduğu kimi qalır. Sadəcə burada 3x-i keçirmək lazım idi. Onun o tərəfdə işi yoxdur. Bu tərəfə keçməli idi. İşarəsini dəyişdi, keçdi. Gələk ikinci tənliyə. İkinci tənlikdə də y bura keçməlidir. 6x olduğu kimi qalır. Çıxaq y bərabərdir 5 yenə də olduğu kimi qalır. Bəli, artıq tənliklər sistemi formasına saldıq. Bundan sonra əmsalları təyin edək. Burada da əmsal yoxdur, bir qeyd edirəm. A1 -3-dür, A2 6-dır. X-in əmsalları. B1 3-dür, B2 -1-dir. Bu da Y-in əmsalları. Sərbəst hədlər C1 -2-dir, C2 isə 5-dir. Sərbəst hədləri də göstərdim. İkinci çalışmanı da izah etdik. İndi isə uşaqlar keçirəm üçüncü çalışmanın izahına. Üçüncü çalışmada 1-3 cütü tənliklər sisteminin hər iki tənliyini doğru bərabərliyə çevirirmi? Cavabınızı əsaslandırın. Uşaqlar, burada x, y cütü verilib. Nöqtənin koordinatlarında birinci x-in qiymətidir, ikinci y-in qiymətidir. Artıq bunu bilirsiniz, dərslərimdə kifayət qədər vurğulamışam. Nə edirik? Bu cütün tənliklər sisteminin həlli olub-olmadığını yoxlamaq üçün gətirib hər iki tənlikdə ayrı-ayrılıqda yerinə yazıb yoxlayırıq. Əgər x ilə y-in qiymətini yerinə yazıb hesabladıqda sol tərəfin cavabı gəlib -9-a bərabər alınsa, deməli tənliyin həllidir. Yox, bambaşqa bir şey alınsa, deməli həlli deyil. İkincidə gətirib x ilə y-i yerinə yazanda sol tərəfi hesablayıb cavabı gəlib 17-yə bərabər alsaq, deməli bu tənliyin həllidir. Yox, bambaşqa bir şey alsaq, tamamilə fərqli bir ədəd. Deməli həlli deyil. Yoxlayaq uşaqlar. X bərabərdir 1 və y bərabərdir 3-ü yoxlayırıq. Qiymətləri burada görürsünüz. Birinci tənlikdə yoxlayaq. 3x çıxaq 4y bərabərdir. -9 alınmalıdır. Aşağıda yoxlayıram. 3 vuraq x-in qiyməti 1-dir, çıxaq 4 vuraq y-in qiyməti 3-dür. Hesablayıram, 3-ü 1-ə vuranda 3, çıxaq 4-ü 3-ə vuranda 12. 3-dən də 12-sini çıxanda -9. -9 alındı mı? Alındı. Deməli həllidir. İkincini yoxlayaq uşaqlar. İkinci tənliyimiz 5x üstəgələk 2y bərabər 17-dir. Biz hesablayanda gəlib bu 17-ni alsaq həlli olacaq. Yerinə qoyaq. 5 vuraq x-in qiyməti 1-dir. Üstəgələk 2 vuraq y-in qiyməti də 3-dür. 5-i 1-ə vuranda 5, üstəgələk 2-ni 3-ə vuranda 6. Topladıq 11 alındı. Amma 17 alınmadı. Deməli həlli deyil. Birini ödəyib birini ödəmirsə, bu sistemin həlli ola bilməz. Sistemi doğru bərabərliyə çevirərmi? Xeyr, çevirməz. Sistemin həlli deyil. Sistemi doğru bərabərliyə çevirirmi? Xeyr. Bax, burada da qeyd etdim. Birini ödəyib, birini ödəmirsə, sistemin həlli sayılmır, sistemi doğru bərabərsizliyə çevirmir. Üçüncü çalışmanı da izah etdik. İndi isə uşaqlar keçirəm dördüncü çalışmanın izahına. Dördüncü çalışmada da yenə x və y-in qiymətləri verilib, sistemin kökü olub olmadığını yoxlayın deyir.
Üçüncü çalışmada işlədiyimiz qaydada dördüncü çalışmanı da işləyirik. A bəndinə baxaq. X-in qiyməti 3, Y-in qiyməti 1-dir. Sistemdə birinci tənlikdə yoxlayaq. Birinci tənlik. X üstəgələk Y bərabərdir 4-dür. Yəni biz x ilə y-in qiymətini hesabladıqda sol tərəfin cavabı gəlib bu 4-ə bərabər alınmalıdır. Alınmasa kökü olmayacaq. X-in yerinə 3 qoyuram, y-in yerinə də 1 qoyuram. Toplayanda həqiqətən də 4-ə bərabər olduğu gördünüz, bu alındı. Deməli, köküdür. Köküdür, həllidir, eyni məna verir uşaqlar. Tənliyin kökü ilə tənliyin həllidir. İkinci tənlikdə yoxlayaq. 2x çıxaq y bərabərdir 2. İkinci tənlikdə x-in qiymətini yerinə qoyuram. Y-in qiymətini də yerinə qoyuram. Hesablasaq gəlib bu 2-ni almalıyıq. 2-ni almasaq həlli olmayacaq. 2-ni 3-ə vuranda 6, 6-dan da 1-ni çıxanda 5 aldıq. Aha, 5 aldıq. Amma nə almalıydıq? 2. Deməli, kökü deyil. O sağ tərəfdə dayanan ədədi almırıqsa, bax bu ədədi, bu ədədi gəlib son nəticə olaraq almırıqsa, onda kökü sayılmır. Sistemin tənliklərinin birində kökü oldu, ikincisinin kökü olmadı. Deməli, bax bu x, y cütü 3, 1 cütü. Sistemin həlli deyil. Sistemin həlli deyil. A bəndini izah etdim. İndi eyni qaydada keçirəm B bəndini yoxlamağa. Yəqin ki, artıq A bəndini başa düşdünüz. Silib davam eləyəcəm. B bəndində x2 verilib, y isə yenə 2 verilib. Yerinə qoyub yoxlayırıq uşaqlar. Birinci tənlikdə x üstəgələk y 4 alınmalıdır. Yoxlayaq. X-in yerinə 2, y-in yerinə 2 qoyanda həqiqətən də 4-ə bərabər qiymət alındı. Bax, bu qiymət alındı. Deməli, köküdür. İkinci tənlikdə yoxlayaq. 2x çıxaq y-i hesablayanda gəlib bax bu 2-ni almalıyıq. Yoxlayaq görək alırıqmı? 2 vuraq, x-in qiyməti də 2-dir, y-in qiyməti də 2-dir. 4 çıxaq 2 bərabər 2. Bəli, bu 2-ni aldıq. Deməli, bunun da köküdür. Əgər sistemin tənliklərinin hər ikisinin köküdürsə, hər ikisində ödənirsə, deməli sistemin həlli sayılır. Hər ikisini ödəyirsə, sistemin həllidir. X-in qiyməti 2 idi, y-in qiyməti 2 idi. X, y cütü sistemin həllidir. Dördüncü çalışmanı da izah etdim. İndi isə keçirəm 5-ci çalışmanın izahına. 5-ci çalışmada verilmiş xətti tənliklər sistemində hər iki tənlikdə y dəyişənini x ilə ifadə edin. Alınan bərabərliklərə görə qrafiklərin qarşılıqlı vəziyyətini müəyyən edin. Uşaqlar, bayaq dərsin izahında kənarda bir qeyd verilmişdi. Dedim ki, çalışmaların izahında qarşımıza çıxanda sizə ətraflı izahını göstərəcəm. Gəlin indi baxaq ona. Y bərabərdir K1x plus B1. Sistem bu şəkildə verilə bilər. Y bərabərdir K2x plus B2. 2 dənə tənlikdir. Sistemi bu formada y-lərlə ifadə edib yazmaq olur. Bu zaman biz x-in əmsallarına və sərbəst hədlərə baxırıq. Burada K1 və K2 x-in əmsallarıdır. B1 və B2 isə sərbəst hədlərdir. Birinci, əgər K1 fərqlidir K2 olarsa, düz xətlər bir nöqtədə kəsişir. Düz xətlər bir nöqtədə kəsişir. Həmin o kəsişmə nöqtəsi isə bu sistemin həlli adlanır. Yəni K1 fərqlidir K2 olduqda düz xətlər bir nöqtədə kəsişir. Bu sistemin yeganə bir dənə həlli var. İkinci,
Əgər K1 bərabərdir K2, B1 də fərqlidir B2 olarsa, yəni x-in əmsalları bərabər, amma sərbəst ədlər fərqli olarsa, bu zaman düz xəttlər paraleldir və sistemin həlli yoxdur. Çünki kəsişmə nöqtəsi yoxdur. Üçüncü şərtimiz, əgər k-lar da bərabər, yəni x-in əmsalları, sərbəst hədlər də bərabərdirsə, bu zaman düz xəttlər üst-üstə düşür. Sistemin də sonsuz sayda kəsişmə nöqtəsi olduğuna görə sonsuz sayda həlli var. Üst-üstə düşür. Üst-üstə düşürsə sonsuz sayda həlli var. Bax, bir daha təkrar edirəm. X-in əmsalları fərqlidirsə, K1 fərqlidir K2-dirsə, düz xəttlər bir nöqtədə kəsişir, sistemin yeganə həlli var. Bir dənə kökü var. Əgər x-in əmsalları k-lar bərabər, sərbəst hədlər isə fərqli olarsa, bu zaman deyirik ki, düz xəttlər bir-birinə paraleldir. Düz xəttlər paralel olduğuna görə də kəsişməyəcəklər. Kəsişmədiyinə görə də sistemin kökü yoxdur, həlli yoxdur. Əgər x-in əmsalları bərabər, k-lar bərabər, sərbəst hədlər də bərabərdirsə, düz xəttlər üst-üstə düşəcək. Üst-üstə düşərkən də sonsuz sayda nöqtədə kəsişdiklərinə görə sistemin sonsuz sayda həlli var. İndi bunu yadınızda saxlayırsınız uşaqlar. Mən isə keçirəm tənliklərin izahına. Bunu silirəm. Yəqin ki, artıq gördünüz, özünüz üçün də qeyd eləyərsiniz. Keçək A bəndinə. A bəndində x üstə gələk 2y bərabərdir 0. Sonra 3x çıxaq y bərabərdir 5 verilir. Bizdən tələb edilir ki, y dəyişənini x ilə ifadə edin. Yəni, hər bir tənlikdə sadələşdirib x-i tapmalıyıq. Birinci tənlikdən başlayıram. Y-i saxlayıram, x-i keçirdirəm sol tərəfə. Olacaq 2y bərabərdir mənfi x, sıfırın da mənası yoxdur da. Buradan da hər tərəfi 2-yə bölməliyəm ki, y tapılsın. Y bərabərdir mənfi x bölək 2. Mənfi 2-də 1x də deyə bilərik bunu. Mənfi 2-də 1x. Sərbəst hədd isə yoxdur. İstəsəz burada sərbəst həddi 0 saxlaya bilərsiniz. Amma bu şəkildə belə də bir məna ifadə etmir də 0 burada. İndi K1 bərabər olacaq mənfi 2-də 1-ə. B1 sərbəst hədd bərabər olacaq 0-a. İkinci tənliyi sadələşdirək uşaqlar. İkinci tənlikdə də mənfi y-i saxlayacağım. 3x-i keçirdəcəm sağ tərəfə. İkinci tənlikdə mənfi y bərabərdir. Mənfi 3x üstə gələk 5. Burada sərbəst hədd 5 olaraq qalır. İndi burada y-in qarşısındakı mənfini yox etməliyik ki, y-in özü tək qalsın. Mənfini yox eləmək üçün ya hər tərəfi mənfiyə vurun, ya da hər tərəfi mənfiyə bölün, heç bir fərqi yoxdur. Mən hər tərəfi mənfiyə vururam. Mənfi y-i mənfi y-ə vuranda oldu müsbət y. Mənfi 3x-i mənfiyə vuranda olacaq müsbət 3x. 5-i də mənfiyə vuranda oldu mənfi 5. Bu da ifadə olundu. Artıq uşaqlar, burada yerim çatmadığı üçün sistemi yuxarıdan yazıram. Birinci tənlik oldu. Y bərabərdir mənfi 2-də 1 x. İkinci tənlik oldu. Y bərabərdir 3x üst çıxaq 5. Birincidə sərbəst hədd yoxdur. 0 yaza bilərsiniz. İndi K1-ə baxaq. K1 bərabərdir. K1 bərabərdir mənfi 2-də 1 x-in əmsalı. K2 bərabərdir 3-dür. Bunlar bir-birindən fərqli olduğuna görə, K1 K2-dən fərqli olduğuna görə kəsişir. Qarşılıqlı vəziyyəti kəsişmədir. Bax, bu şəkildə yazırıq. Sadəcə aşağıda yeri olmadığı üçün buradan davam etdim. Bu A bəndinin həlli. İndi isə keçirəm B bəndinin həllinə. B bəndinə baxaq. B bəndində 1,5 x üstə gələk 4,2 y
bərabərdir mənfi 1 verilib. İkinci tənlikdə isə 10x çıxaq 7y bərabərdir 4,7 verilib. Uşaqlar, hər bir tənliyi ayrı-ayrılıqda sadələşdirib y-i tapmalıyam. Birincidə, birinci tənlikdə. Deməli, 1,5x üstə gələk 4,2y bərabərdir mənfi 1-dir. Biz y-i tapdığımıza görə x-i keçiririk sağ tərəfə. Olur 4,2y bərabərdir mənfi 1,5x, keçəndə işarəsi dəyişir. Çıxaq 1-də olduğu kimi qalır. İndi bu mənfi 4,2-yə bölməliyəm hər tərəfi, y tək qalsın. 4,2-yə böldükdə y eləyir. Mənfi 1,5x bölək 4,2 çıxaq 1 bölək 4,2. Buradan da uşaqlar, vergülü çəkə bilərəm. Yer qalmadığı üçün buradan davam edirəm. Y bərabərdir mənfi 15 bölək 42, vergülü hər birində bir vahid sağa çəkdim. Yanında da x. Çıxaq 10 bölək 42. Burada da eyni qaydada çəkirəm. Aha. İxtisar gedir, ixtisarlarımızı aparaq. Y bərabərdir. Siz alt-alta yazarsınız bunu. 3-ə ixtisar getsə, surətdə qalacaq 5, məxrəcdə qalacaq 1 dəfə 4, 14. 14-də 5. Bu. Çıxaq. Burada da 2 ixtisar gedir, 42 ilə o. 21-də 5. Ondan 42 2 ixtisar getdi. Bu şəkildə də saxlayıram uşaqlar. Burada K1 bərabərdir mənfi 14-də 5. K2 də bərabərdir mənfi 21-də 5'dir. K1, daha doğrusu B1. K2 yox. Sərbəst B1. K1-i və B1-i qeyd etdik. Eyni qaydada lövhəni təmizləyib keçirəm ikincini izah etməyə. Çünki lövhədə yer yoxdur, ona görə saxlaya bilmirəm. Siz bunu alt-alta yazırsınız. İndi keçək ikinci tənliyə. İkinci tənliyimizdə 10x çıxaq 7y bərabərdir 4,7 verilib. Bu 10x-i keçirəcəm bu tərəfə, işarə də dəyişəcək. Mənfi 7y bərabərdir mənfi 10x üstə gələk 4,7. Hər tərəfi mənfi 7-yə bölürəm. Mənfi 7y mənfi 7-yə böləndə eləcə y qalacaq. Mənfi 10x-i 7-yə böləndə birinci yazım, sonra dəyişdirərik. Üstə gələk 4,7 bölək 7, mənfi 7. Hər birini mənfi 7-yə bölürəm. Yer çatmadığı üçün uşaqlar, yenə də buradan yazıram. Y bərabərdir. Mənfini mənfiyə böləndə müsbət eləyir. Olur 7-də 10. 7-də 10-u da 1,7-də 3 kimi də yazmaq olar. İstəsəniz yazarsınız. Burada isə müsbəti mənfiyə böləndə işarə dəyişəcək, mənfi olacaq. 4,7-ni 7-yə bölmək üçün hər birindən vergülü bir vahid çəkərik. 47 bölək 70 olar. İndi burada K2 x-in əmsalı 7-də 10-dur. Bunu da yenə deyirəm. 1,7-də 3 kimi yaza bilərsiniz. Onun içində 7 bir dəfə yerləşir. Sərbəst hədd B2 isə mənfi 70-də 47-dir. Bunu da qeyd etdik uşaqlar. İndi gəlin yadımıza salaq. Birinci tənliyimiz hansı formadaydı? Birinci tənliyimiz y bərabərdir mənfi 14-də 5x çıxaq 21-də 5 idi. İkinci tənliyini aldıq. 7-də 10x çıxaq 70-də 47 aldıq. Bax, bu iki tənlik. Sadəcə birincini silmişdim, amma siz yazmışsınız da yəqin ki. K1 mənfi 14-də 5'dir.
K2 isə 7-də 10-dur. Bunlar bir-birindən fərqli olduğuna görə K1 fərqlidir K2 olduğuna görə kəsişir. Yenə düz xətlər kəsişir. Sadəcə yerin balaca olduğuna görə biraz qarışıq görsənə bilər uşaqlar. Siz hamısını alt-alta qeyd edirsiniz. Bu da B bəndinin izahıdır. İndi silib keçirəm C bəndinin izahına. C bəndi. Birinci tənlikdə 8x bərabərdir 2y üstəgələk 4 verilib. Burada biz 2y-i keçirtməliyik bu tərəfə, əvəzində 8x-i də keçirtməliyik sağ tərəfə. Niyə? Çünki məqsədimiz 2y-i tapmaqdır. Olacaq mənfi 2y bərabərdir mənfi 8x üstəgələk 4. Bir daha təkrar edirəm uşaqlar. Bizim məqsədimiz y dəyişəninin x-lə ifadə etməkdir. Yəni y-i sol tərəfdə, digər nə varsa hamısını sağ tərəfdə saxlamalıyıq. Yaxşı, hər tərəfi mənfi 2-yə bölsəm olacaq y. Mənfi 8x-i mənfi 2-yə böləndə olacaq müsbət 4x. 8-i 2-yə böləndə 4 eləyir. Mənfini də mənfiyə böləndə müsbət eləyir. Sonra 4-ü mənfi 2-yə böləndə olacaq mənfi 2. Elə birbaşa hər birini mənfi 2-yə böldüm, yazdım. Birinci tənlik. İndi uşaqlar, burada K1 nəyə bərabərdir? 4-ə, B1 nəyə bərabərdir? Mənfi 2-yə. Əla, birinci tənliyi yazdım. İndi ikinci tənliyə baxaq. İkinci tənliyimizdə 4x çıxaq y bərabərdir 10-dur. Biz bu y-i tək saxlamaq üçün, sol tərəfdə tək saxlamaq üçün x-i keçirtməliyik sağ tərəfə. İşarəsini dəyişərək. Mənfi y qalır. 4x keçəndə işarə dəyişir, 10 da olduğu kimi qalır. Hər tərəfi mənfiyə bölsək, işarələr dəyişəcək. Müsbət 4x, mənfi 10. İkinci tənlikdə də qeyd etdik. Burada da K2 4-ə, B2 mənfi 10-a bərabərdir. Sistemi buradan yazıram uşaqlar. Hər iki tənlik sadələşdirdim, sonda nə aldım? Bu birinci tənlikdə y-in əvəz olunmuş formasıdır. Birinci tənlikdə y-i x-lə ifadə edəndə bu şəkildə bir tənlik alındı. İkinci tənlikdə isə y-i x-lə ifadə edəndə bu şəkildə bir tənlik alındı. 4x çıxaq 10. Burada nə görürük? Burada görürük ki, k-lar bərabərdir. K1 bərabərdir 4, K2 də bərabərdir 4-dür. B1 bərabərdir mənfi 2, B2 bərabərdir mənfi 10-dur. K-lar bərabərdir. B-lər isə fərqlidir. Bu halda nə baş verirdi uşaqlar? K-lar bərabər, B-lər fərqlidirsə, sistemin həlli yoxdur, paraleldir deyirdik. K-lar bərabər, B-lər fərqli olduqda sistemin həlli yoxdur, düz xətlər koordinat sistemində bir-birinə paraleldir. Bu da C bəndinin izahı idi. İndi də isə uşaqlar keçirəm digər variantların izahına. D bəndinə baxaq. D bəndində sistem 3x çıxaq 2y bərabərdir 9 və 2x çıxaq 5y bərabərdir 7 şəklində verilib. Birinci tənliyi sadələşdirək. 3x çıxaq 2y bərabərdir 9-dur. Mənfi 2y-i saxlayıram sol tərəfdə. 3x-i işarəsini dəyişib keçirirəm sağ tərəfə. 9-da olduğu kimi qalır. Hər tərəfi mənfi 2-yə böləndə olacaq y. Mənfi 3x-i mənfi 2-yə böləndə olacaq müsbət 1,5x. 3-ü 2-yə böləndə 1,5 eləyir. 9-u da mənfi 2-yə böləndə işarə dəyişəcək, olacaq mənfi 4,5. Birbaşa elə yazdım uşaqlar. Əvəz olunmuş tənlik alındı. Bu birincidə əvəz olunmuş tənlik. İndi ikinci tənlikdə əvəz eləyək. 2x çıxaq 5y bərabərdir 7 verilib. Biz mənfi 5y-i saxlayırıq sol tərəfdə. 2x
işarəsini dəyişib keçiririk 2x-i sağ tərəfə 7 də olduğu kimi qalır. Hər tərəfi -5-ə bölməliyik. -5-ə böləndə müsbət y alınır. -2-ni -5-ə böləndə olacaq, deməli 5-də 2, o da 0,4x. Sonra müsbət 7-ni -5-ə böləndə işarə dəyişəcək. 7 bölək 5. 7-nin içərisində 5 bir dəfə yerləşir. Orada 2 qalır. 2-nin də içərisində 5 0,4 dəfə yerləşir. Oldu 1,4. Bu da ikinci tənlikdə y-in x-lə ifadə olunmuş şəkli. Sistem şəklində yazaq uşaqlar. 1,5x çıxaq 4,5 aldıq. İkinci tənlikdə isə y bərabərdir 0,4x çıxaq 1,4 aldıq. K-lara baxaq. K1 bərabərdir 1,5. K2 bərabərdir 0,4-dür. K-lar fərqli olduğuna görə kəsişir. K-lar fərqli olduğuna görə kəsişir. Bu da D bəndinin izahıdır. İndi isə lövhəni silib keçirəm E variantının izahına. Eyni formada digər variantlarda davam edirik. E variantında uşaqlar 5x çıxaq 1 bərabərdir 4 verilib. Burada verilən 2 dəyişənli xətti tənlik deyil, bax bu birinci. Sadəcə xətti tənlikdir, bir dəyişənli xətti tənlikdir. Burada ola bilər ki, burada y olsun, sadəcə kitabı çap edərkən düşməsin səhvliklə. Bir bu variant ödənə bilər. Başqa formada isə y-in əmsalını 0 yazıb davam edərik. Amma dediyim kimi, əgər mən bu tənliyi bu şəkildə yazsam, elə olduğu kimi, buradan 1-i keçdirməliyəm bu tərəfə. İndi izah edirəm, başa düşün. Olacaq 1 ilə 4 toplayıram 5. 5-i də 5-ə böləndə x bərabərdir 1. Və hazırda bu tənlikdə sadəcə x var. Y yoxdur ki, y ifadə edib. Ona görə burada düzəliş etdiyim şəkildə yazırsınız. Yəni 1-in yanında o y-i qeyd edirsiniz. Çünki dərsimiz 2 dəyişənli xətti tənlikdir və 2 dəyişən olmalıdır ki, biz orada nəsə eləyib y-i əvəz edə bilək. Yaxşı, düzəlişimiz etdiyimizə görə indi başlayaq tənlikləri sadələşdirməyə. Birinci tənlikdə 5x çıxaq 1y, onu da eləcə y yaza bilərəm, bərabərdir 4-ə. O 1-in mənası yoxdur da, bildiyiniz kimi 1-i y-ə vuranda elə y edir. İndi y-i saxlayıram, 5x-i keçirdirəm sağ tərəfə. Üstə gələk 4. Hər tərəfi mənfiyə vuranda müsbətə çevrilir, bu da müsbətə çevrilir. 4 isə mənfiyə çevriləcək. Mənfi vurduğumuza görə işarələrin hər biri mənfiyə çevrildi. Birinci tənlikdə y-i x ilə ifadə etdim. İndi keçirəm ikinci tənliyə. 2x çıxaq 6y, 2x üstə gələk 6y bərabərdir 11 verilib. Bu 2x-i keçirdirəm digər tərəfə. 6y bərabərdir mənfi 2x üstə gələk 11 qaldı. Hər tərəfi 6-ya bölürəm. 6-ya böləndə 6y-i 6-ya böləndə eləcə y qalır. Mənfi 2x-i bölürəm 6-ya, üstə gələk 11-i bölürəm 6-ya. Bunu da biraz sadələşdirək. Y bərabərdir. 2 ilə 6 ixtisar gedir, 3-də 1 qalır. X üstə gələk. Bunu da düzgün olmayan kəsr şəklində verilib. Qarşı ədədə çevirə də bilərik. Bu şəkildə də saxlaya bilərik. Yaxşı, çevirək. 11-in içində 6 bir dəfə yerləşəcək. 5 də qalıq qalacaq. Bu da ikinci tənlikdə y-in ifadə olunmuş şəkli. Sistemi quraq. Y bərabərdir 5x çıxaq 4 aldıq. Bir də y bərabərdir mənfi 3-də 1 x üstə gələk 1,6-da 5 aldıq. Və sistemdən də gördüyümüz kimi k-lar fərqlidir. K1 bərabərdir 5-dir. K2 isə bərabərdir mənfi 3-də 1-dir. K-lar fərqli olduğuna görə bu sistemin tənlikləri koordinat sistemində kəsişir. K-lar fərqlidirsə bir nöqtədə kəsişir və bir dənə yeganə həlli var. E variantını da izah etdim. İndi isə keçirəm F variantının izahına.
Birinci tənliyi sadələşdirirəm. X çıxaq y bərabərdir ki, mənfi y-i saxladım, x-i keçirirəm əks tərəfə, işarə dəyişir. Hər tərəfi də mənfiyə vursam, y bərabərdir, x çıxaq 2 olacaq. Yəni, hər bir hədd işarəsini dəyişəcək. Birinci tənlikdə y-i x ilə ifadə etdim. Yəni, sadələşdirib y-i tapdım. İndi ikinci tənliyi sadələşdirək. X üstəgələ y bərabərdir 12-dir. Y-i saxlayıram, x-i keçirirəm əks tərəfə işarəsini dəyişərək. Bu da ikinci tənlik. Sistemi quraq. X bərabər, y bərabərdir x çıxaq 2 birinci tənlik üçündür. Y bərabərdir mənfi x üstəgələk 12, bu da ikinci tənlik üçündür. Nəysə, sistemimiz quruldu. İndi əmsallarına baxaq. Əmsallar yoxdursa, özünüzdən bir yaza bilərsiniz uşaqlar bura. K1 bərabərdir 1, K2 də bərabərdir mənfi 1-dir. Əmsallar bir-birindən fərqli olduğuna görə K1 ilə K2 bunlar da kəsişir. Artıq K-lar fərqlidirsə heç B-lərə baxmağa ehtiyac yoxdur. Əgər K-lar eyni olsa, bəli, ondan sonra B-lərə baxın ki, nəsə fikir bildirə biləsiniz. F variantını da izah etdim. İndi isə uşaqlar keçirəm digər variantlara. G variantında birinci tənlikdən başlayaq sadələşdirməyə. X üstəgələk 3y bərabərdir 7 verilib. Bizim məqsədimiz y-i sadələşdirib tapmaqdır. Ona görə x-i keçirdirəm digər tərəfə işarəsini dəyişməklə. Y-in qarşısında ona mane olacaq 3 var. Ona görə hər tərəfi 3-ə bölürəm. Mənfi x bölək 3 üstəgələk 7. Uşaqlar, bunu da bu şəkildə yaza bilərəm. Hər tərəfi 3-ə böldüm. Mənfi 3-də 1x şəklində. 3-də 7-ni də 2 tam 3-də 1 formasında yaza bilərik. Yazmasanız da olar. Yəni, elə də bir fərq eləmir. Keçək ikinci tənliyə. 5x çıxaq y bərabərdir 9. Burada məqsədimiz y-i tapmaqdır. Ona görə 5x-i əks işarə ilə keçirdirəm digər tərəfə. Hər tərəfi də mənfiyə vursaq və yaxud bölsək, işarələr əksinə dəyişəcək. Bu da ikinci tənlikdə y-in x ilə ifadə edilməsi. İndi bunları sistem şəklində göstərək. Mənfi 3-də 1x üstəgələk 2 tam 3-də 1. İkinci tənlikdə isə 5x çıxaq 9. K-lara baxıram. K1 bərabərdir mənfi 3-də 1-dir. K2 isə bərabərdir 5-dir. Elə K-lar bir-birindən fərqli olduğuna görə heç B-lərə baxmağa ehtiyac yoxdur. K-lar fərqlidirsə kəsişir. Düz xəttlər bir nöqtədə kəsişir və sistemin bir dənə yeganə həlli var. G variantını da izah etdik. İndi isə keçirəm H variantının izahına. Birinci tənliyi başlayaq sadələşdirməyə. 0,6x çıxaq y bərabərdir 3. Mənfi y-i saxlayıram. 0,6x-i əks işarə ilə keçirdirəm sağ tərəfə. Y-in qarşısında mənfi var. Hər tərəfi mənfiyə vursaq və yaxud bölsək, o mənfini yox eləyə bilərik. Bu zamanda işarələr əksinə dəyişəcək. Birinci tənliyi tapdıq. Yəni, y-i x ilə ifadə edib sadələşdirdik. Keçək ikinci tənliyə. 3-də 1x üstəgələk 4-də 3y bərabərdir 2. Öncə uşaqlar, bu məxrəcdəki ədədləri yox eləyək, məxrəcləri yox eləyək ki, tənlik daha sadə formaya düşsün. Məxrəcə baxıram, 3 və 4-dür. Elə bir ədədə vururum ki, həm 3-ü ixtisar eləsin, həm də 4-ü ixtisar eləsin. Həm 3-ə, həm 4-ə bölünən ən kiçik ədəd 12-dir. 12-yə vursaq, bu məxrəcləri hamısını aparacaq, işimiz də daha asan olacaq. Vuraq 12-yə. 12 vuraq 3-də 1, x bütün hədləri vurursunuz. Üstəgələk 12 vuraq 4-də 3, y bərabərdir 12 vuraq 2. Bütün hədləri 12-yə vurduq. 12 3-ə ixtisar gedəndə burada qaldı 4. 12 4-ə ixtisar gedəndə qaldı burada 3. Vurub yazaq. 4-ü 1x-ə vuranda elə 4x elədi.
3'ü 3y vuranda 9y elədi. Bərabərdir 12-ni də 2-yə vuranda 24 elədi. Gördünüz, indi daha rahat şəkilə düşdü. Buradan 9y tapanda 4x-i keçdim əks tərəfə. Hər tərəfi də 9-a bölsəm, y bərabərdir -4 bölək 9x, üstə gələk 24 bölək 9. 24 ilə də 9-u ixtisar eləyə bilərik. 3-ə ixtisar gedir 8, 3-ə ixtisar gedir 3, 3-də 8. Yəni tənliyimiz bu şəklə düşür uşaqlar. Y bərabərdir -9-da 4x, üstə gələk 3-də 8-i də yaza bilərəm 2 tam 3-də 2 kimi. Qarşıq ədəd şəklində. Bu da ikinci tənlik. İkinci tənlikdə də ifadə etdik. Sistem şəklində yazaq. Sistem şəklində harda yazım? Elə bir boş yer yoxdur. Burada yaza bilərəm uşaqlar. Y bərabərdir 0,6x çıxaq 3. Digər isə y bərabərdir -9-da 4x, üstə gələk 2 tam 3-də 2-dir. Burada k-lar, k1 bərabərdir 0,6-dır. K2 də bərabərdir -9-da 4-dür. Gördüyünüz kimi bunlar bir-birindən fərqlidir. K1 fərqlidir K2 olduğuna görə kəsişir. Kəsişir. Sadəcə yer çatmadığı üçün uşaqlar burada yazdım. Siz bu dairəyə aldığımı ən axırda yazarsınız. Keçək sonuncu varianta, M variantına. M variantında yenə birinci tənliyə baxaq. Sistemi köçürtməyəcəm. Siz özünüz köçürdərsiniz də artıq burada görürsünüz. Yerim az olduğu üçün çalışıram ki, qənaətinə yazım. Çox qarışıq düşməsin. Siz amma mütləq yazın dəftərinizə. X bölək 5, üstə gələk y bölək 2 bərabərdir 8. Öncə bu məxrəcləri yox eləyək. Elə bir ədədə vurum ki, həm 5-i ixtisar eləyə bilsin, həm də 2-ni ixtisar eləyə bilsin. Yəni, həm 5-ə bölünsün, həm də 2-yə bölünsün. O da 10-dur, ən kiçiyi. Hər tərəfi 10-a vururam. Hər birini vururam, amma mütləq uşaqlar. Hər bir həddir. İxtisarlar gedir. İndi yerdə qalanları yazaq. 2-ni x-ə vuranda 2x, üstə gələk 5y-ə vuranda 5y bərabər 8, 10-a vuranda 80. Biz 5x-i saxlayırıq, 2x-i, daha doğrusu 5y-i saxlayırıq, 2x-i isə keçirdirəm digər tərəfə. Hər tərəfi 5-ə böləndə y bərabərdir. -2 bölək 5x üstə gələk 80-i də 5-ə böləndə deməli 1 dəfə 6 dəfə 16. Bu birinci tənliyimiz. Birinci tənliyi yazdıq. İndi ikinci tənliyi sadələşdirək. Birinci tənliyi idi bu. İkinci tənliyimizdə isə 7-də 3x bərabərdir 1 üstə gələk 4-də 5y. Məxrəclərə baxıram, 7 və 4-dür. Deməli, hər tərəfi 28-ə vursam, rahatlıqla bunlar ixtisar gedəcək və mənim də işim asanlaşacaq. Məxrəclə işləmək biraz çətinlik yaradır. Amma məxrəc olmayanda daha rahat işləyirsən. Hər bir həddi 28-ə vurdum. Niyə 28-ə vurdum? Çünki 28 həm 7-ni ixtisar eləyəcək, həm də 4-ü. Əla, ixtisarlara aparaq. 28-i 7-yə böləndə qaldı 4. 28-i 4-ə böləndə qaldı 7. Əla. Davam eləyək. 4-ü 3-ə vuranda 12x bərabər 28-i 1-ə vuranda 28, 7-ni də 5-ə vuranda 35y. Biz y-i tapmalıyıq. Üzr sayın. Ona görə y-i keçirdirəm sol tərəfə. -35y bərabərdir. -12x-i də keçirirəm sağ tərəfə. Olur -12x. 28 də öz yerində qalır. Hər tərəfi -35-ə bölürəm. Y bərabərdir. -12x bölək -35.
Üstə gələk 28 bölək mənfi 35. Mənfini mənfiyə böləndə müsbət olur. 35 ilə də 12 heç nəyə ixtisar getmir. El olduğu kimi də qalacaq. 35-də 12 x. Amma müsbəti mənfiyə böləndə işarə dəyişir mənfi. 28 ilə 35 hər biri 7-yə ixtisar gedir. Surətdə 4, məxrəcdə isə 5 qalır. Bu da ikinci tənliyimizdir. İndi sistem şəklində yazaq. Yenə də yerim olmadığı üçün sistemi bax buradan yazacağım uşaqlar. Buradan. Birincidə y bərabərdir mənfi 5-də 2 x üstə gələk 16 aldıq. İkincidə y bərabərdir 35-də 12 x çıxaq 5-də 4 aldıq. Burada da k-lara baxırıq. K1 bərabərdir mənfi 5-də 2-dir. K2 isə bərabərdir 35-də 12-dir. Bunlar bir-birindən fərqli olduğuna görə kəsişir. Siz bu qrafaya aldığımı ən sonda yazarsınız. Hamısını alt-alta qeyd edin. 5-ci çalışmanı da yekunlaşdırdıq. İndi isə keçirəm 6-cı çalışmanın izahına. 6-cı çalışmada kökü x, y ədədlər cütü olan iki dəyişənli xətti tənliklər sistemi tərtib edin. Bu sistemi özümüz yazırıq uşaqlar. A bəndində x-in yerinə 5, y-in yerinə isə mənfi 1 qoyduqda ödənə biləcək hər hansı tənlik yazıram. Məsələn, x üstə gələk y, x-dən y-i toplayanda neçə eləyir? 4. Burada da yazdım 4. Bu oldu bir dənə tənliyimiz. İndi x-in əmsalına, y-in əmsalına istənilən ədəd yaza bilərsiniz. Tutaq ki, x-in əmsalına yazıram 2x. Bu eləyəcək 10. 2-ni 5-ə vuranda 10. Məsələn, üstə gələk y. Onun da üstünə mənfi 1-i gələndə eləməlidir 9. Bax, bu şəkildə özünüzdən sistem qurursunuz. Bu sistemin həlli təbii ki 5 ilə mənfi 1-dir. Hər ikisini də özümüz qurmuşuq, ödəniləcək. İndi B bəndinə baxaq. B bəndində n bərabərdir 0, n bərabərdir 10. Dəyişənlər bunlardır. Bir daha təkrar edim uşaqlar. Təbii ki, burada əmsalları dəyişməklə daha fərqli bir şəkildə tənliklər qura bilərsiniz. Mən sadəcə bir nümunə göstərdim. Məsələn, yazıram 2m üstə gələk 3n. Hesablayaq bunu. 2-ni 0-a vuranda 0 eləyəcək bura. 3-ü də 10-a vuranda 30 eləyəcək. 30 ilə də 0-ı toplayanda 30 olur. Ona görə tənliyə yazdım. Son nəticə olaraq 30. Yerinə qoyub yoxlasanız bu qiymət alınır. İkinciyə baxaq. Məsələn, m çıxaq n bərabərdir. M-dən n-ni çıxanda, yəni 0-dan 10-nu çıxanda qalır mənfi 10. Bu da tutaq ki, ikinci tənliyimiz olsun. Sistem qurulmuş oldu. Özünüz fərqli tənliklər də qura bilərsiniz. 6-cı çalışmanı da izah etdim. İndi isə keçirəm 7-ci çalışmanın izahına. 7-ci çalışmada elə ki dəyişənli xətti tənliklər tərtib edin ki, onların qrafiki A bəndində paralel olsun. Paralel olması üçün x-in əmsalları nisbəti ilə y-in əmsalları nisbəti bərabər olmalıdır. Amma sərbəst hədlər fərqli olmalıdır. Yəni A bəndində A1-in A2-yə nisbəti bərabər olmalıdır. B1-in B2-yə nisbəti, o da fərqli olmalıdır. C1-in C2-yə nisbəti. Bax, bu şəkildə sistem quraq. Sistemi də yuxarıdan yazıram. A1x üstə gələk B1y bərabərdir C1. Bunu sizin yazmanıza ehtiyac yoxdur, çünki kitabınızda var. Mən sadəcə gözünüzün önündə olsun deyə yazıram. B2y bərabərdir C2. Sistem bax budur. Buna uyğun indi tənliklər yazaq. Məsələn, yazıram 4x üstə gələk 6y bərabərdir 5. 2x üstə gələk 3y bərabərdir 7. A1-in A2-yə nisbəti 4-ü 2-yə böləndə 2 alınır. 6-nı 3-ə böləndə 2 alınır. A1-in A2-yə nisbətləri bərabərdir. A1-in A2-yə nisbəti bərabər olur 4-ün 2-yə nisbəti 2.
Eyni zamanda B1-in B2-yə nisbəti də 2-yə bərabərdir. 6-nın 3-ə nisbəti yenə 2. Amma C1-in C2-yə nisbəti bərabərdir 5-in 7-yə nisbəti. Gördünüz, bu fərqlidir. Deməli, bu paralel olan haldır. Paraleldir. Bu yuxarıdakı şərt ödənir. B bəndinə baxaq. B bəndində elə tənliklər sistemi qurmalıyıq ki, kəsişsin. Kəsişmək üçün hansı şərt ödənirdi? A1-in A2-yə nisbəti fərqli olurdu B1-in B2-yə nisbətindən. Bu halda kəsişirdi. Yaxşı, buna uyğun bir dənə tənlik quraq. Məsələn, 7x üstəgələk 3y bərabərdir 4. Belə bir tənlik qurdum. Burada da tutaq ki, 3x üstəgələk y bərabərdir 5. Bu şəkildə tənlik qurdum. Nisbətləri yoxlayıram. A1-in A2-yə nisbəti 7-nin 3-ə nisbətidir. Yəni, bu da 2 tam 3-də 1 verər bizə. B1-in B2-yə nisbəti isə 3-ün 1-ə. Burada da əmsal yoxdur, 1 yazırıq. Bu da 3 eləyir. Gördüyünüz kimi A1-in A2-yə nisbəti ilə B1-in B2-yə nisbəti fərqli qiymətlər aldı. Deməli, kəsişir. Bunu da yazdıq. İndi lövhəni təmizləyib keçirəm C bəndinə. C bəndində üst-üstə düşməlidir. Üst-üstə düşməyi üçün uşaqlar nisbətlər bərabər olmalıdır. C bəndi. A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbəti, C1-in C2-yə nisbəti bu üçü də bir-birinə bərabər olmalıdır. Məsələn, yazıram. 4x üstəgələk 6y bərabərdir 2. 2x üstəgələk 3y bərabərdir 1. Nisbətləri quraq. A1-in A2-yə nisbəti bərabərdir 4-ün 2-yə nisbəti, o da bərabərdir 2. B1-in B2-yə nisbəti bərabərdir 6-nın 3-ə nisbəti, o da 2-dir. C1-in C2-yə nisbəti bərabərdir 2-nin 1-ə nisbəti, o da 2. Hər üçünün qiyməti bir-birinə bərabər olduğuna görə bu sistem də üst-üstə düşür. Verilən şərtlərə uyğun özümüzdən sistem qurduq. Təbii ki, siz bu şərtlərin ödənilməsi şərti ilə fərqli əmsallarla da tənliklər sistemi qura bilərsiniz. Şərt deyil ki, elə mənim yazdığım kimi olsun. Sadəcə qeyd etdiyim şərtlərin ödənilməsi diqqət mərkəzinə alınaraq fərqli əmsallarla da qurmaq mümkündür. Mən sadəcə bir nümunə göstərirəm. 7-ci çalışmanı da həll etdik. İndi isə keçirəm 8-ci çalışmanın izahına. 8-ci çalışmaya baxaq. A-nın hansı qiymətində aşağıda verilmiş dənliklər sisteminin kökü yoxdur? Mən indi kənarda qeyd etmişəm uşaqlar, vaxt çox getməsin deyə. Sistemi yazdıq. Sistemin nə zaman kökü yox idi? A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti. O da fərqlidir C1-in C2-yə nisbəti olarsa. Yəni, bu şərt ödənərsə sistemin kökü yoxdur. Burada A1-in A2-yə nisbəti x-lərin əmsalıdır. B1-in B2-yə nisbəti y-lərin əmsalının nisbətidir. C-lər isə sərbəst ədlərdə artıq görürsünüz. İndi başlayaq A bəndindən. A bəndində AX çıxaq Y bərabərdir 2. 3x çıxaq 2y bərabərdir -5-dir. A1-in A2-yə nisbətini yazıram. A1 A-dır. Bax, bu x-in əmsalı. X-in əmsalı A-dır. Ona görə A1-in yerinə A yazıram. A2 isə ikinci x-in əmsalı 3-dür. İndi B-lərə baxıram. B1-in B2-yə nisbəti bərabərdir. Əmsalı 1-dir. Bura 1 yaza bilərsiniz. -1-in -2-yə nisbəti, o da 2-də 1-dir. Yaxşı. C1-in də C2-yə nisbətini yazıram. 2-nin -5-ə nisbəti. Gördüyünüz kimi bu qiymət onsuz da 2-də 1-dən fərqlidir. Onsuz da 2-də 1-dən fərqlidir. Biz əsas nəyi götürürük? Biz əsas götürürük A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti. Yəni, bax, bu hissəni götürürük. Niyə? Çünki gördük ki, C-lər onsuz da fərqli qiymət aldı.
Bu ikisinin bərabər olduğunu götürəcəm. A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti. Yoxlayaq. Yerinə qoyuram. A-nın 3-ə bərabərdir 2-nin 1-ə. Çarpaz vururam. 2A bərabərdir 3. A da bərabərdir. Hər tərəfi 2-yə bölsəm 1,5. A-nın 1,5 qiymətində bu sistemin kökü yoxdur. A bəndinin izahını yazdıq. İndi isə lövhəni təmizləyib keçirəm B variantının izahına. B-ni də eyni qaydada yoxlayırıq uşaqlar. Burada sadəcə bu hissələri silirəm. B bəndində əmsallara baxaq. 6x çıxaq AY bərabərdir 7. 7x çıxaq 8y də bərabərdir 9. X-in əmsalları nisbəti 6-nın 7-yə nisbətidir. Y-in əmsalları nisbəti mənfi A-nın mənfi 8-ə, o da elə 8-də A eləyəcək. Y-in nisbətləri isə 7-nin 9-a kimidir. Onsuz da buradan baxırıq ki, S-lərin nisbəti A-ların nisbətindən fərqlidir. Yəni, heç S-ni yoxlamağa ehtiyac yoxdur. Bizim əsas işimiz olacaq A1-in A2-yə nisbəti ilə B1-in B2-yə nisbətinin bərabərliyini yoxlamaq. Yəni, bax, bunun birinci hissəsini yoxlayırıq. Çünki onsuz da görünür ki, S-lər fərqlidir. Yaxşı, uşaqlar, bunu silim. Əla, davam edirik. A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti ödənsə, bu tənliklər sisteminin kökü olmayacaq. C-də onsuz da fərqlidir bunlardan. Yoxlayaq, yerinə qoyaq. 6-nın 7-yə nisbəti bərabərdir A-nın 8-ə nisbəti. Çarpaz vururam 7A bərabərdir 6-nı da 8-ə vuranda 48. Sonra hər tərəfi 7-yə bölürəm. 48 bölək 7. A da bərabərdir. 48-in içərisində 7 neçə dəfə yerləşə bilər? 6 dəfə. 42 eləyəcək. 6 da qalacaq. A-nın A6 tam 7-də 6 qiymətində bu tənliklər sisteminin kökü yoxdur. B bəndini izah etdik. Keçirəm C bəndinin izahına. C bəndi 5x üstə gələk AY bərabərdir mənfi 5-ə. 4x çıxaq 12y bərabərdir 15-ə. Nisbətlərə baxaq. A1-in A2-yə nisbəti 5-in 4-ə nisbətidir. B1-in B2-yə nisbəti A-nın mənfi 12-yə nisbətidir. S1-in isə 2-də isə mənfi 5-in 15-ə nisbətidir. Hər tərəfi də 5-ə bölsək, 3-də 1 qalır, mənfi 3-də 1. Bu da onsuz da görürsünüz ki, bundan fərqlidir. Bu 4-də 5-dir, bu da mənfi 3-də 1-dir. Bir-birindən fərqlidir. Ona görə sadəcə A1-in A2, B1-in B2 nisbətinin bərabər olduğunu yoxlasaq kifayətdir. Yəni, şərtin birinci hissəsini. Yerinə qoyaq. 4-də 5 bərabərdir A-da mənfi 12. Çarpaz vururam. 4A bərabərdir. 5-i də mənfi 12-yə vuranda mənfi 60. Hər tərəfi də 4-ə böləndə mənfi 60-ı 4-ə bölsək mənfi 15. A-nın mənfi 15 qiymətində bu sistemin kökü yoxdur. İndi keçək digər variantların izahına. D variantına baxıram. 9x üstə gələk 3y bərabərdir 0-dır. AX çıxaq 8y bərabərdir mənfi 2-dir. Nisbətlərə baxaq. A1-in A2-yə nisbəti bərabərdir. A1-in A2-yə nisbəti bərabərdir. 9-un A-yə nisbəti. B1-in B2-yə nisbəti isə bərabərdir 3-ün mənfi 8-ə nisbəti. S1-in S2-yə nisbəti isə bərabərdir 0-ın mənfi 2-yə nisbəti, o da eləyəcək 0. Uşaqlar, buradan görürsünüz ki, S onsuz da bunlardan fərqli qiymət alır. Deməli, birinci şərti yoxlasaq kifayətdir.
Birinci hissənin A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti. Onsuz da B-lərin nisbəti C-dən fərqli olduğuna görə C-ni heç yoxlamırıq. 9 bölək A bərabərdir 3 bölək -8. Çarpaz vururam. 3A bərabərdir. 9-u da -8-ə vuranda 72. Hər tərəfi A-ya bölürəm. -72-ni böldüm 3-ə. A da bərabərdir -24. Bu da D variantının izahıdır. Lövhəni təmizləyib keçirəm E variantının izahına. E variantında öncə A1-in A2-yə nisbətini yazıram. 4-ün 2-yə nisbəti, o da 2-yə bərabərdir. B-lərin nisbətini yazaq. Mənfi, daha doğrusu mənfi yoxdur orada. Eləcə 5-də 4. 5-də 4 bölək -A. O da olacaq 5-də 4. Vuraq -A-da 1 tərsinə çevirdim, vurdum. Olacaq -5A-da 4. Tərsinə çevirdim, vurdum sadəcə. Sonra uşaqlar C-nin nisbəti 4-ün -20-yə nisbətidir. Hər tərəfi 4-ə ixtisar eləsək, -5-də 1 qalır. -5-də 1 də onsuz da 2-dən fərqlidir. Baxın, bu 2 ilə bu -5-də 1 tamamilə fərqli şeylərdir. Yəni, biz C-ləri yoxlamayacaq. C-lər onsuz da fərqlidir. Bu hissəni yoxlasaq kifayətdir. A1-in A2-yə nisbəti 2 bərabərdir. B1-in B2-yə nisbəti 4 bölək -5A. İndi məxrəcinə bir atıb çarpaz vururam. -10A bərabərdir 4-ə. Hər tərəfi də -10-a böləndə A bərabər olacaq -0,4. E variantında izah etdik. İndi isə keçirəm F variantının izahına. X-in əmsalı burada 7-də 1 götürülür uşaqlar. 7-də 1. 7-də 1 bölək. A2 isə 2-dir. 2-yə böləndə tərsini çevirib vururuq. 7-də 1 vuraq 2-də 1 olur. O da 14-də 1. Bu birinci əmsallar. İndi ikinci əmsallara baxaq. Burada Y-in əmsalı 1-dir. 1 bölək. Burada isə -2-də A götürülür əmsal. -2-də A. 1-i hər hansı ədədə böləndə 1 olduğu kimi qalacaq. Həmin ədədi tərsinə çevirib vururuq. A-da -2. Vuranda da elə özü olacaq. -A-da 2. Sadəcə tərsinə çevirdik, vurduq. Başqa bir şey eləmədik uşaqlar. C-lərin nisbəti 0,8-in 1,2-yə nisbəti. Vergülləri atsaq 8-in 12-yə nisbəti alınır. Hər tərəfi də 4-ə ixtisar eləsək 3-də 2. Gördüyünüz kimi bu qiymət onsuz da 14-də 1-dən fərqlidir. Yəni heç C-ni nəzərə almırıq. Götürürük A-ların əmsalları nisbəti və B-lərin nisbəti. Bunları bərabərləşdirib tənasüb kimi çarpaz vururuq. A-nı 1-ə vuranda A, 14 də -2-yə vuranda -28. A-nın -28 qiymətində bu tənliklər sisteminin kökü yoxdur. 8-ci çalışmanı da yekunlaşdırdıq. İndi isə keçirəm 9-cu çalışmanın izahına. 9-cu çalışmada B-nin hansı qiymətində aşağıda verilmiş tənliklər sisteminin sonsuz sayda kökü olar? Tənliklər sisteminin sonsuz sayda kökü olması üçün X-in əmsalları nisbəti, Y-in əmsalları nisbəti və sərbəst hədlərin nisbəti hamısı bir-birinə bərabər olmalıdır və qrafikdə də düz xətlər üst-üstə düşməlidir. Yəni, bu şərti burada qeyd etmişəm uşaqlar. Keçək A bəndinə. 10x çıxaq BY bərabərdir 4. 5x üstə gələk 3y bərabərdir 2. İndi nisbətlərə baxaq. A1-in A2-yə nisbəti bərabərdir 10-un 5-ə nisbəti bərabər oldu 2-yə. B1-in B2-yə nisbəti bərabərdir -B-nin 3-ə nisbəti.
S1-in S2-yə nisbəti də bərabərdir. 4-ün 2-yə nisbəti o da bərabərdir 2-yə. A-ların nisbəti ilə S-lərin nisbəti 2-yə bərabərdirsə, B-lərin nisbəti də 2-yə bərabər olmalıdır. Bax bu. Yəni, bu hissə də 2-yə bərabər olmalıdır. A1-in A2-yə nisbəti bərabər olmalıdır. B1-in B2-yə nisbəti. O da bərabərdir S1-in S2-yə nisbəti. Hamısı 2-yə bərabər olmalıdır. Yaxşı. Bizdə nə yox idi? Bir dənə B-nin nisbətləri yox idi. B, mənfi B-nin 3-ə nisbəti almışdıq burada. Deməli, bu da 2-yə bərabər olacaq. Çarpaz vurub həll eləyək. Məxrəcinə 1 atıram. Mənfi B bərabərdir 6-ya, B də bərabərdir mənfi 6-ya. Hər tərəfi mənfiyə böldüm. Ümid edirəm ki, başa düşdünüz də uşaqlar. A-ların nisbəti ilə S-lərin nisbəti hər ikisi 2-yə bərabər olduğuna görə B-lərin nisbəti də 2-yə bərabər olmalıdır ki, o şərt ödənsin. 2-yə bərabər edib həll etdik və A-nın B-ni mənfi 6 aldıq. A bəndinin izahını tamamladıq. İndi isə keçirəm eyni qaydada B bəndini izah edəcəm. A-ların nisbətinə baxaq. 12-nin 4-ə nisbəti oldu 3. B-lərin nisbəti də 10-da 3-ə bərabər olmalıdır. C-lərin nisbəti də 3-ə bərabər olmalıdır. C-lərin nisbətini onsuz da bilirik ki, 3-dür. Bir dənə qalır B. Bunların hamısını 3-ə bərabər olmalıdır. A-ların nisbəti 3-dür. C-lərin nisbəti 3-dür. Məcbur bax bu ortadakı B-lərin nisbəti də B-lərin nisbətini 8-də B almışıq. Bu 3-ə bərabər olmalıdır. Çarpaz vurub həll edək. B bərabərdir 3 dəfə 8 24. Hamısı 3-ə bərabər olmalıdır. Ona görə B-lərin nisbətini 3-ə bərabər edib tənasüb kimi çarpaz vurub həll etdik. İndi keçirəm C variantının izahına. C bəndində öncə birinci yerdə X, ikinci yerdə Y yazılmalıdır uşaqlar. Çünki tənliklər sistemimizdə birinci AX-dir. Ona görə işarə dəyişmir. Hər ikisi sol tərəfdədir. Sadəcə yerlərini dəyişdiririk. İşarə dəyişmir. Çünki bərabərliyin sağından soluna, solundan sağına keçmirik. Elə sol tərəfdə öz aralarında yerini dəyişirik. Birinci X-i yazıram. Sonra Y-i yazıram. İşarələrini dəyişmirik. Bunda niyə elədik? Sistem doğru alınsın deyə. X-in altından X, Y-in altından Y olsun deyə. 0,5x üstə gələk 7,2y. Bəzən şagirdlər fikir vermir. Bu şəkildə yazıb nisbəti qururlar və misal səhv alınır. Buna mütləq diqqət edirsiniz. X-in altında X, Y-in altında Y qeyd olunmalıdır. Əla, indi A-ların nisbətinə baxaq. B-nin 0,5-ə nisbəti alındı. İndi B-lərin nisbətinə baxaq. 9-un 7,2-yə nisbəti. Burada da hər birini 3-ə ixtisar eləsək, 3 bölək 2,4 alınacaq. Bunu da 30 bölək 24 kimi də yazmaq olar. Hər birini 10-a vurub. Belə yaza bilərsiniz uşaqlar. Nəyə ixtisar gedər? 6-ya ixtisar gedər. 4-də 5 alınır. Belə yaza bilərsiniz. Davam da eləyə bilərsiniz, amma bu şəkildə kifayətdir məncə. C-lərin nisbətinə baxaq. Mənfi 2-nin mənfi 1,6-ya nisbəti. Hər birini 10-a vururam. 20-nin 16-ya nisbəti alınır. Surət və məxrəci də 4-ə ixtisar eləsəm, 4-də 5 qaldı. Gördünüz, bu ikisi bərabərdir. Deməli, hamısının nisbəti 4-ün 5-ə nisbəti şəklində olmalıdır. Əla. Bircə dənə fərqli olan nədir? Budur. Bunu da götürürəm. Bərabər edirəm 4-də 5-ə. Hamısı 4-də 5-ə bərabər olmalıdır. Çarpaz vururam. 4B bərabərdir. 5-ə vuranda eləyəcək 2,5. Sonra hər tərəfi də 4-ə bölürəm. 2,5 bölək 4. Surət və məxrəci 10-a vuraram ki, vergüldən azad olum. Və 40 ilə da 25 hər biri 5-ə ixtisar getsə, 8-də 5 alınacaq. Onluq kəsr şəklində də yaza bilərsiniz. 5-i 8-də bölüb 0,625 də yazmaq olar. Bu şəkildə. C bəndini də izah etdim. İndi isə uşaqlar keçirəm D variantının izahına. B variantına baxaq. Öncə A1-in A2-yə nisbətini yazıram. 9-un 5-ə nisbəti. Bu şəkildə də saxlayıram.
Sonra B1-in B2-yə nisbəti, B-nin -3-ə nisbəti alınır. C1-in C2-yə nisbətdə 2,7-nin 1,5-ə nisbəti. Surət və məxrəci 10-a vuraraq vergüldən azad oluram. 27 bölək 15. Hər biri də 3-ə ixtisar getsə surətdə 9, məxrəcdə 5 alınır. Deməli, A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbəti, C1-in C2-yə nisbəti hamısı nəyə bərabər olmalıdır? 5-də 9-a hamısı. Onda burada bir dənə fərqli olan budur. Bax budur. Bunu da götürüb bərabər eləyəcəm 5-də 9-a. Yazıram. B-nin -3-ə nisbəti, bax bu da bərabər olmalıdır 5-də 9. Çarpaz vururam. 5B bərabərdir. 3-ü 9-a vuranda 27. -27-ni də bölürəm 5-ə. B bərabər olur. -5 tam onda 4. -5 tam onda 4. D variantını da izah etdik. Keçirəm E variantının izahına. E variantında öncə x-lərin əmsalları nisbətini yazıram. 0,4-ün 1-ə nisbəti. Surət və məxrəci 10-a vursam, onda 4 alınacaq. 2-yə ixtisar eləsək, 5-də 2. B-lərin əmsalları nisbətinə baxaq. 5-də 2 bölək -B. O da 5-də 2 vuraq -B-də 1 alınır. Bunu da vursaq olacaq 5B-də -2. Mənfini surətdə yazdım. Məxrəcdə də yaza bilərsiniz, kəsrin qabağında da yaza bilərsiniz. Heç bir fərqi yoxdur. C-lərin əmsalları nisbətini yazıram. -8-in -20-yə nisbəti. Surət və məxrəci 4-ə ixtisar eləyəndə, hətta -4-ə ixtisar eləyəndə surətdə 2, məxrəcdə isə qaldı 5. Deməli, bu hədlərin hər birinin nisbəti 5-də 2-yə bərabər olmalıdır. Bizdə də bir dənə fərqli hansı alınıb? Bu alınıb. Bunu götürüb bərabər eləyirəm 5-də 2-yə. 5B-də -2 bərabərdir 5-də 2. Çarpaz vururam 10B bərabərdir -10-a. Hər tərəfi də 10-a böləndə alınacaq -1. B bərabər olur -1-ə. E variantında izahını tamamladıq. Keçirəm sonuncu varianta, F variantının izahını. Öncə A-ların əmsalını yazıram. 5-də 2 bölək B, o da bərabər olacaq 5-də 2 vuraq B-də 1. Yəni 5B-də 2. Keçək Y-lərin əmsalını yazaq. 7-də 1 bölək 28-də 1. O da tərsinə çevrilib vurulacaq. 7-də 1 vuraq 21-də 28. 28-i də 7-yə böləndə bu eləyəcək 4. C-lərin əmsalı nisbətinə baxaq. 3-ün 0,75-ə nisbəti. Surət və məxrəci 100-ə vuraram ki, məxrəc vergüldən azad olunsun. 100-ə vuranda 75, 100-ə vuranda 300. 300-ü də 75-ə vuranda, böləndə oldu 4. Deməli, bu nisbətlərin hər birinin cavabı 4-ə bərabərdir. Bizdə də fərqli bir dənə bu alınıb. Bax bu. Bunu götürüb 4-ə bərabər eləyib həll edirəm. 5B-də 2 bərabərdir 4. 4-ün məxrəcinə də 1 atıb çarpaz vuraq. 20B bərabərdir 2-yə. B-ni də tapmaq üçün 2-ni bölürəm 20-yə. B bərabər olacaq 0,1-ə. F variantının da izahını tamamladıq və 9-cu çalışmanı yekunlaşdırdım. İndi isə keçirəm 10-cu çalışmanın izahına. M-in hansı qiymətində aşağıda verilmiş tənliklər sisteminin yeganə kökü olar? Tənliklər sisteminin yeganə kökü olması üçün x-in əmsalları nisbəti ilə y-in əmsalları nisbəti bir-birindən fərqli olmalıdır. A bəndindən başlayaq. Mx üstə gələk 8y bərabərdir 12. 18x çıxaq 3y bərabərdir -1.
Öncə A1-in A2-yə nisbətinə baxaq. M-in 18-ə nisbət alındı. İkinci B1-in B2-yə nisbətinə baxaq. O da 8-in mənfi 3-ə nisbəti alındı. Neynəməliyik? Bunları bir-birindən fərqli götürüb həll etməliyik. Bu şəkildə tənasüb qrup həll edirik. M bölək 18 fərqlidir. 8 bölək mənfi 3. Çarpaz vururam. Mənfi 3M fərqlidir. 18-i də 8-ə vuranda 80, 64, 144. M-i də tapmaq üçün hər tərəfi bölürəm mənfi 3-ə. M də fərqlidir. 14-ün içində 3 4 dəfə, hətta mənfini də yazım qabağa. 24-ün içində də 3 8 dəfə, mənfi 48. M-in mənfi 48-dən fərqli qiymətlərində bu tənliklər sisteminin yeganə kökü var. A bəndinin izahını yazdıq. İndi isə keçirəm B bəndinin izahına. X-lərin əmsalları nisbətini yazsaq 9-da 5, Y-lərin əmsalları nisbətini yazsaq mənfi 18-də M. Götürüb bunları çarpaz vurub həll edək. Mənfi 18-də M. 9-u M-ə vuranda 9M fərqlidir. 18-i də 5-ə vuranda 5 dəfə 8 40, 50 ilə 40 90, mənfi 90. M-i də tapmaq üçün hər tərəfi mənfi 9-a, daha doğrusu 9-a bölürük. M fərqlidir, mənfi 10 alınır. M-in mənfi 10-dan fərqli qiymətlərində tənliklər sisteminin yeganə həlli olmuş olur. B bəndini də izah etdik. Keçirəm indi C bəndinin izahına. D bəndində yenə də burada X ilə Y-in yerini dəyişik yazıblar. X, Y-in yerində, Y isə X-in yerində olmalıdır. Yəni, birinci X yazılmalıdır. 8X üstə gələk 24Y bərabərdir mənfi 3. Bir daha təkrar edirəm. Bərabərliyin sağından soluna və yaxud solundan sağına keçirtmirik. Ona görə işarələr dəyişmir. Müsbətdirsə müsbət olaraq da qalır. Mənfidirsə mənfi olaraq da qalır. Yəni, sadəcə öz aralarında yer dəyişirlər. Bu zaman işarə dəyişmir. Sonra 3x çıxaq 2my bərabərdir 6. İndi nisbətlərini qura bilərəm. X-lərin nisbəti 3-də 8. Y-lərin nisbəti isə 24 bölək mənfi 2m işarə ilə bərabər götürürük. İndi uşaqlar, burada 2 ilə 24 ixtisar gedir. 12 bölək mənfi m qalır. Surət və məxrəc 2-yə ixtisar getdi. Nə etməliyəm? Çarpaz həll etməliyəm, tənasüb kimi. Sadəcə bərabərin əvəzinə burada fərqlidir işarəsi qoyulur. Eyni qaydada da həll olunur. Çarpaz vursam mənfi 8m fərqlidir. 12-ni 3-ə vuranda 36-da. M-i də tapmaq üçün hər tərəfi böləcəm mənfi 8-ə. M də fərqlidir. 4 dəfə. Hətta ixtisar eləyə bilərik bunu. Birinci yazım, sonra ixtisar eləyərəm. 4 dəfə 8 32 eləyir. 4 də qalıq qalır. Bunu da yaza bilərəm. M fərqlidir. Mənfi 4 tam 2-də 1 və yaxud 4 tam 10-da 5. Belə də yaza bilərik. M-in 4 tam 10-da 5-dən fərqli qiymətlərində bu şərt ödəndi. Keçək D variantının izahına. Davam edək. X-lərin nisbəti M-in 2-yə, Y-lərin nisbəti isə 3-ün, burada da əmsal yoxdur, 1 yaza bilərik. 3-ün mənfi 1-ə, o da mənfi 3-də 1 mənfi 3 götürə bilərik. Mənfi 3. İndi çarpaz vurub həll eləyək. 3-ün əmsalına da 1 yazıram. Çarpaz vursaq M fərqlidir, mənfi 6 alınır. M-in mənfi 6-dan fərqli qiymətlərində bu tənliklər sisteminin yeganə kökü olmuş olur. Keçək E variantının izahına.
X-lərin əmsallarının nisbətini yazsaq, M-in 2-yə nisbəti. Y-lərin əmsalını yazsaq, M çıxaq 1-in -3-ə nisbəti. Əla. İndi bunları çarpaz vurub həll edirəm. M bölək 2 fərqlidir. M çıxaq 1 bölək -3. Çarpaz vursaq -3M fərqlidir. 2-nin M-ə vuranda 2M, 2-ni -1-ə vuranda -2. Hər ikisinə vurulur. M-ləri bir tərəfə keçirdirəm. -3M çıxaq 2M fərqlidir -2-dən. Hər ikisi mənfi toplayıb qabağına mənfi yazıram. -5M fərqlidir -2-dən. Hər tərəfi də -5-ə böləndə olacaq -2 bölək -5. M də fərqlidir 0,4-dən. E variantında izahını yazdıq. Keçək F variantının izahına. F variantına baxaq. Öncə A-ların nisbətini yazıram. 15-də 7 bölək M. M-i də tərsinə çevirib vuracağımıza görə 15-də 7 vuraq 1 bölək M alınır. Məxrəc məxrəcə vurulur, surət surətə vurulur. 15M-də 7. Keçək B-lərin nisbətinə. 5-də 4 bölək -8-də 3. Yenə tərsinə çevirib vuracağım. Birinci kəsr olduğu kimi qalır. İkinci kəsri tərsinə çevirib vururam. 3-də 8. Yenə də məxrəc məxrəcə surət surətə vurursaq, mənfi 3 dəfə 5 15-də, mənfi 15-də 32, 4 dəfə 8 32. Bu mənfini də məxrəcdə də yaza bilərsiniz, surətdə də yaza bilərsiniz, kəsrin qarşısında da yaza bilərsiniz. Heç bir fərqi yoxdur yəni. Bərabərləşdirib həll edək. 7 bölək 15M fərqlidir -15-də 32-dən. Çarpaz vururam. 15M vuraq 32 fərqlidir 7 vuraq -15. Hər tərəfi 15 vuraq 32-yə ixtisar eləyəcəm, yəni böləcəm. Heç hasili hesablamağıma ehtiyac yoxdur, onsuz da ixtisar gedəcək. Bölürəm 15 vuraq 32-yə. Siz vurub da hesablaya bilərsiniz. Mən sadəcə işimi biraz asanlaşdırmaq istədim. 15-ə ixtisar gedəndə burada sadəcə qalır -1. 7 ilə də 32 onsuz da ixtisar getmir. M fərqlidir. Məxrəcdə 32, surətdə isə 7-ni 1-ə vuranda -7 qaldı. Deməli, M-in -32-də 7-dən fərqli qiymətlərində bu tənliklər sisteminin yeganə həlli oldu. F variantında izahını yazdıq və 10-cu çalışmanı da yekunlaşdırdım. Bu dərsimizin də sonuna çatdıq. Sonda izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bir daha vurğulamaq istəyirəm ki, 7-ci sinif riyaziyyat dərsliyinin bütün səhifələrinin izahı kanalımızda mövcuddur. Rahatlıqla kanalda axtarış edib tapa bilərsiniz. Hansısa videonu tapa bilmədikdə şərhlər bölməsində mənə bildirin. Həmin videonun linkini sizə göndərərəm. Həmçinin bütün dərsləri playlist şəklində bir yerə toplamışam və hamısının linkini bu videonun altında da sabitləyəcəm. Oradan da baxıb tapa bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.